Birlikdə qrammatika təkrar edirik. İkinci gün. İsmin yəli yalı ilə bağlı test nümunələrinə baxırıq. 57-ci testdə bizdən yəli yalında isimlər olan cümləni istəyir. Birinci testə baxaq, birinci nümunəyə daha doğrusu baxaq. Teacher sözünü cəmləyib, isim S şəkilçisi ilə cəmlənərsə təkcə apostrof artırılar. Ona görə burada bir yanlışlıq yoxdur, düzgündür. 1. 2-yə baxaq. Sportsman, mən kökdən dəyişir olur men. Bu onsuz da cəmlənib və buna cəmlənən ismə S apostrof artırırsa, bu o deməkdir ki, bunu S ilə cəmləyirik və apostrof artırırıq. Cəmlənən ismi, kökdən dəyişib cəmlənən ismi bir də S şəkilçisi ilə cəmləmək olmaz. Ona görə səhvdir. Üçüncü testə baxırıq. Rita və Cindy'nin əlləri, belə bir qaydamız var. Əgər eyni əşya və ya varlıq eyni zamanda bir neçə şəxsə aiddirsə, yəni ortaqlıdırsa, təkcə sonuncu apostrof S artırılır. Əgər bir əşya və ya varlıq ayrı-ayrılıqda hər bir şəxsə aiddirsə, hər bir şəxsə ayrı-ayrılıqda apostrof S yazılmalıdır. İndi burada hand sözüdür, əl sözüdür. Rita və Cindy'nin hərəsinin özəli olduğu üçün, ortaqlı olmadığı üçün hər birinə apostrof S artırılmalı idi. Burada isə sadəcə sonuncu sözü artırılıb, ona görə səhvdir. The chemist, burada gizli bir shop sözü var. Necə ki, at my uncle's, məsələn, my uncle's house nəzərdə tutulur və yaxud da ki, at a hairdresser's shop nəzərdə tutulur. Burada eyni şəkildə, ona görə bu yəli aldı. 4-ü götürürük. 5-də isə at the Smith. Smith adam adı cəmlənib, qarşısında Z artiklı varsa cəmlənə bilər və cəmlənəndə də tək apostrof yazılır. Ona görə 5-də düzgündür. Amma Mr. və Mrs. olanda apostrof S olması lazım idi. 1, 4 və 5. C variantı düzgün cavabımızdır. 58-ə baxaq, yenə də eyni tipli testdir. Birincidə men-lə bitən sözü cəmləyib, S artırıb cəmləyib, bu səhvdir. İkincidə my parents country, bəli bu düzgündür. Parents cəmlədiyi üçün apostrof artırıb təkcə. 3-də Rachel and Pamela. Deməli, burada gözdür, yenə bədən üzvüdür, ortaqlı ola bilməz. Sonuncu sözü artırıb, ona görə səhvdir. 4-cüdə isə The-dən sonra adam adını cəmləyib, old familiya cəmləndiyi üçün də təkcə apostrof yazıbdır. Bu düzgündür. 5-cidə isə the greengrocers, yenə chemist'dəki kimi shop əslində nəzərdə tutulur. Ona görə düzgündür. Yəni də düzgün cavabımız hansı oldu? 2, 4 və 5. C variantı. 59-cu testə baxaq. 59-da apostrof S-dən sonra zərf gəlirsə yəli deyil. Göz hərəsinin ayrı-ayrıdır və göz sözündə cəmləyibdir. Ona görə 2 düzgündür. 3-də nə var? Baxaq. Granny's house olmalıdır. Yəni house, gizli bir house sözü var. Ona görə bu düzgündür. 4-də a night's sleep. Bəli, bir gecəlik yuxu, bir gecənin yuxusu. Bu düzgündür. 5-də isə my teaching style is similar. Burada similar sifət olduğu üçün apostrof S-dən sonra sifət gələrsə bu yəli deyil. Ona görə düzgün cavabımız olacaq 2, 3 və 4. B variantı. 60-cı testə baxaq. Burada completely gəlib, apostrof S-dən sonra zərf gəlirsə yəli deyil. Ana ortaqlı ola bilər və o zaman təkdə verilməlidir. Təkdə də verilib, düzgündür. 3-cü testə baxıram. My brother's favorite team. Bəli, burada sifət gəlib deyə bilərsiniz, amma isim də var. Qardaşımın sevimli komandası. Yəni burada əsas birləşmə qardaşımın komandasıdır. Ona görə düzgündür. 4-cü testə baxırıq. Is different. Burada sifət gəlib və ismi yoxdur. Ona görə bunu götürmürük. 5-də isə apostrof S-dən sonra gəlib storm, düzgündür. Last night storm, bəli, dünən gecəki tufan, tamamilə doğrudur. Düzgün cavablar oldu. 2, 3 və 5. B variantı. 3-cü testə baxırıq. Yenə də bizdən yəli halında olan isim olan cümləni istəyir. At my uncle's, burada at my uncle's house nəzərdə tutulur. Gizli bir house sözü var. Ona görə də 1 düzgündür. 2-yə baxırıq. Əgər apostrof S-dən sonra going to ifadəsi gəlirsə, bu is going to-dur. Ona görə də bunu çıxırıq. 3-cü baxırıq. Apostrof S-dən sonra got gəlibsə, has got deməkdir. Ona görə bu da yəlik deyil. Və 4-cüdə Z-dən sonra adam adı cəmlənib, sonra apostrof qoyulub. Bu tamamilə doğrudur. 1, 4 düzgün cavabdır. C variantı. 44-cü testə baxırıq. The teacher's dictionaries, müəllimlərin lüğətləri, müəllim sözünü cəmləyib, təkcə apostrof artırıb, düzgündür. Və our sportsman's success, bu da düzgündür. Apostrof S artırıb. Kökdən cəmlənəndə, əgər biz S-lə cəmləmirirsə, təkcə apostrof artıra bilmərik. Normal qaydada kökdən dəyişəndə apostrof S artırılır. Ona görə 1 də düzdür, 2 də düzdür. 3-ə baxaq. Z-dən sonra adam adı cəmlənib, sonra apostrof qoyulmalı idi. Çünki əgər Z-dən sonraki adı cəmlənmirsə, bu o demək ki, adam adının qarşısına Z işlədirik. Z-dən sonra cəmləyəndə isə soyadın qarşısına işlənmiş o və o düzgündür. 2 miles, 2-dan sonra 2 və 2-dən 3 rəqəmdən sonra gələn isim mütləq cəmlənməlidir. 2 miles olmalı idi. 3, 4 çıxanda qalır 1 və 2 düzgün cavabdır. 45-ci testə baxaq. Burada bizdən yenə
yəli halda olan isimləri soruşur, isimlər olan cümlələri soruşur. Baxaq, apostrof S-dən sonra ing gəlibsə, ikinci feil varsa, yəlikdir, yoxdursa deyil. Reading-dən başqa burada feil görmürük, ona görə bu yəlik deyil. Apostrof S-dən sonra ə-n-z artiklı gəlibsə, yəlik deyil. Apostrof S-dən sonra isim gəlibdir, bu düzgündür. D variantında Sarah is my classmate. Burada yenə asılı yəli əvəzliyi gəlib, yəli deyil. Və Y variantında apostrof S-dən sonra ə-n-z artiklı yenə də yəli deyil. 6-cı testə baxırıq. Yenə də bizdən yəli halda isimlər olan cümləni istəyir. A variantında apostrof S-dən sonra ən artiklı gəlibdir. B variantında yenə ən artiklı. C variantında ing-li feil gəlib, ikinci feilimiz yoxdur. D variantında little gəlib, sifətdir. Ondan sonra amma ismimiz var. Steven, balaca qardaşı. Burada əsas birləşmə Steven qardaşdır. Ortada təyin edici olub. Normalda isim gəlibsə götürə bilirik. Ona görə D variantı düzgün cavabımızdır. Y variantında da asılı yəli əvəzliyi gəlib. Y variantı səhvdir. 7-ci testə baxırıq. Deməli, the child's toy burada düzgündür. Bəli, uşağın topu. B variantında ing gəlib, ikinci feilimiz yoxdur. C variantında yenə ing gəlib. D variantında yenə ing-li feil gəlib, ikinci feil yoxdur. Y variantında qat feili gəlib. Qat verb-üçdür və həz qat deməkdir. Yəni, həzin bir hissəsidir. Burada yəl deyil. 48-ci testə baxaq. My teacher's explaining. Burada yenə ing gəlib. İkinci feilimiz yoxdur. B variantında the girl's exam. Bu düzdür. B variantı. C-də səhv nədir? Moving ikinci feilimiz yoxdur ing-dən başqa. Singing yenə də yoxdur. Y variantı düşməyib deyə görə bilmirik. Amma cavabımız artıq B variantıdır. Ondan əminik. 38-ci testdə yenə bizdən yəli halda olan, isimlər olan cümləni istəyir. Baxaq, deməli, children's interest, bu düzgündür, uşaqların maraqları. İkinci testdə men kökdən dəyişib, S şəklisi qəbul etməz. 3-də dünya doğum reytingi sıralaması, bu düzgündür. 4-də isə V-dən sonra isim cəmlənib, sonra apostrof qoyulmalıydı. 39-a baxırıq. The Students Union, bu düzgündür, tələbələrin birliyi. 2-də women sözü kökdən dəyişib, buna S artırılmaz. 3-də tomorrow's change, bəli, zaman zərflərinə apostrof S artırırlar, ondan sonra isim gələndə yəli al kimi götürmək olar. 4-cü testdə Arthur's changed, burada verb-üç gəlib, yəni feil sifət gəlib. Ona görə də ondan sonra isim yoxdursa, yəli al deyil. 40-cı testə baxaq. The Browns, bəli, adam adı Z-dən sonra gələn cəmlənir və apostrof yazılır. Bu düzgündür. 2-də isə Z-dən sonra Brown cəmlənməyib. 3-də children, children kökdən dəyişən isimdə S şəkilsi qəbul etməz. 4 düzgündür, 1-4. 41-ci testdə baxaq. Tim's collecting, burada collecting ing-dən başqa feil yoxdur. B variantında Tim's hobby, bu düzgündür, Timin hobisi. C variantında got, has got olur. Yəni yəl deyil. D variantında ing var, ikinci bir feilimiz yoxdur. Y variantında isə izin qısaldılmış formasıdır. Demişdik ki, sual əvəzlərinə apostrof S artırılarsa izin qısaldılmış formasıdır ya da həzin qısaldılmış formasıdır. O görə yəl deyil. 42-ci testə baxaq. The girl's been operated on. Burada been verb-üç gəlib. İkinci testdə ing var, living. Ondan sonra ikinci bir feil yoxdur, ona görə gedir. 3 və 4 düzgün cavablardır. Aunt's relatives, anın qohumları və 4-cüdə də my sister's friend, bacımın dostu. Düzgündür, 3 və 4. Cavab olacaq A variantı.